Deyir bir arvadın əri var imiş, bu arvadın əri bunlara gün vermirmiş. Ailədə özün yaxşı aparmırmış. O üçün bunlara işgəncə qalmır verirmiş. Bir gün vurur, bu kişi rəhmətə gedir. Buna bir molla gətirirlər. Molla cənazə namazını qılır. Cənazə namazından sonra molla başlayır danışmağa ki, ey cəmaat, bilirsiniz də bu insan necə gözəl insan olub, ailə canlı olub, ailəsinə baxan adam olub, oğluna, həyat yoldaşına belə xoş günlər yaşadıb. O üçün ağzına gələn nə tərifli sözlər varsa, bu kişinin haqqında başlayıb danışmağa. Arvadı dözə bilməyib, təəccüb qalıb, böyründə oğlun tez dümsükləyir ki, adə, ged onun üzünü aç bax gör ya da sənin atondur, yoxsa başqasıdır. Sağ olun.